Bismillahirrahmanirrahim. İnna lillah ve inna ileyhi raciun. Biz Allah tarafından gelmişik ve inşallah Allah'a taraf kaydacağıq. Bugün Əhl-i Beyt Məktəbinin, İslam aleminin böyük alimi, İran xalqının rəhbəri Ayətullahul Uzma Seyyid Əli Xamenei Həzrətlərinin şehadet olduğu gün bütün İslam alemine başsağlığı deyirik ve İran halkına başsağlığı söyleyirik. 86 yaşlı büyük alim, şücaətli, adaletli bir rehber bugün İslam düşmanları tarafından öz evinde ailesiyle birlikte şehit edilmiştir. Elə bir şəxsiyyət ki, bütün ömrü boyu ədalətlə və Cəddi Peyğəmbər əleyhissalamın və Əli əleyhissalamın, Əhl-i Beytin yolu kimi yaşamış, mübarizə aparmışdır. Onu dünya məzlumlarının rəhbəri olarak bütün dünya məzlumları onu özünə ağa və rəhbər seçmiştir. Nəinki İslam alemi, ədalət tərəfdarı olan insanlar da onu həmişə yad eləmiş və özünə rəhbər seçmiştir. Belə bir ağanın şəhadəti dünyada zalim və dünya zalimlarının en murdar bir hareketini biz pisleyirik. Onun evinin bombalanması bir əqidənin, bir dinin, İslam aleminin bombalanması kimi biz qiymət veririk. Dünyada həmişə belə olubdur ki, şərəfli şəxsiyyətləri alçaq və zalim insanlar həmişə qətlə yetiriblər. Dikkat edin dünyaya. Bu günlerim məzlum Fələstin xalqını 60 bin insanı qətlə yetirən bir siyonist, zalim və onun arkasında duran Amerika və Qərb ölkələri heç səslərini çıxartmırlar. Bir məktəbdə ki, qızlar məktəbidir İranda, 100'e yaxın qız uşağını, məktəblini bilərəkdən vuraraq, bombalayaraq şəhid eləyənlər kimdilər? Dünyanın bugünkü gündə özləri pedofil, üzr istəyirəm, Epstein murdarlığı, uşaq əti yiyənlər bu günlərim ədalətdən, haqdan danışır, demokratiyadan danışır və qız uşaqlarının məktəbini bombalayırlar və ədalət carçısının, rəhbərin, İslam xalqının, ümmətinin rəhbərinin evinə bomba yağdırırlar. Eyni bütün bu hərəkat Əli əleyhissalamın dövrü, İmam Hüseyin əleyhissalamın dövründə də bu cür olmuşdur. Necə ki Əli əleyhissalam deyərdi, canlı Qur'an, natiqi Qur'an mənəm, ama axmaq insanlar Muaviye'nin arkasındaydılar. İnsan ya peygamberle olmalıdır ya da Ebu Süfyan'la, ya Ali ile olmalısan ya Muaviye ile, ya Hüseyin'le olmalısan ya da Yezid'le. En azından məzlumla olmalısan ya da zalimle. Aleyhisselam buyurmuşkan, İnsanlar elə yaşayırlar ki, elə bil ölməyəcək, qiyamət olmayacaq. Dinsizlərlə bizim işimiz yoxdur. Dinsizləri tanıdıq. Vay olsun o insanların halına ki, onlar Müslümanım deyərək oruç tutar, namaz qılar, dindən danışar. Bu günlərimdə məzlum rəhbərin şəhadətində sevinərlər. Vay olsun onların halına. Onlar həmin o şəxslərdir ki,
Aleyhisselamı meydanda tək qoyub Muaviyə tərəf qaçdılar. Hz. Hüseyin Aleyhisselamı dünyada tək qoyub Yezdə tərəf getdilər. Bugün də həmin insanlar var bizim içimizdə, bizim məscidlərdə. Vay olsun onların halına. Təəssüflər olsun ki, bu dünyada müsəlmanam deyən axmaqlar dünyada müsəlman olmayan aqillərdən çoxdular. Gün gələcək ki, düşman peşman olacaq və dostlar məzlumu layiqincə müdafiə etmədikləri üçün və məzlumiyyətin arxasında olmadıkları üçün peşman olacaqlar. Mövla-i Müttəqiyan Əleyhisselam buyurmuşdur ki, elə bir insanlar kimi olun ki, onlar dünyada olduqca insanlar sizə meyillənsinlər. Siz dünyanızı dəyişdikdə onlar sizin üçün ağlasınlar. Bu günlərim rəhbərin Mövla-i Müttəqiyan demiş, şəhadətinə milyonlarla insan ağlayır və milyonlarla insan bugünkü gün qəm-qüssədədir. Allah məzlum rəhbərə qəni rəhmət eləsin. Allah bizim şəhidlərə də qəni rəhmət eləsin. Onların bu şəhadət məqamını ali və mübarək eləsin. Allah zalimlara və zalimlərin arxasında duranlara, onların tərəfdarlarına, onların əməllərinə razı olanlara lənət eləsin və dünya axirətin bərbad eləsin.